Hamıya salam, mətbəximizə xoş gəlmisiniz. Bugün sizinlə xəmir yoğurmadan, yaymadan, ocağın üzərində, tavada super ləzzətli, asan, tez bazar, pizza dadında tərəvəzli fətirlər hazırlayırıq. Bu fətirlər həm səhər süfrəsində, həm də qəlyanaltı kimi super ləzzətli olur. Yoğurma qabına 200 ml stəkanla 1 stəkan ilıq süd, elə həmin stəkanla 1 stəkan ilıq su, 4 qram yaş maya və yaxud da çay qaşığının 1/3 qədər quru maya, bir ədəd yumurta, yarım çay qaşığı duz, əgər duzlu yeyənsinizsə 1 silə çay qaşığı əlavə edin. 200 ml stəkanla 2 stəkan ələnmiş unu əlavə edib sığı xəmir hazırlayırıq. Gördüyünüz kimi belə eyni cinsli sığı xəmir hazırladıq. Üzərini örtüb elə mətbəxdə mayalanmağa qoyuruq. Mayalama müddəti otağın temperaturundan asılı olaraq dəyişir. Əgər otaq istidirsə 20 dəqiqə, yarım saata mayalanır. Xəmirimiz mayalandı. Digər ərzaqlarını qatırıq. Xəmirə əlavə edəcəyimiz tərəvəzləri, ərzaqları əvvəlcədən hazırlamışıq. Bir balaca xırda qub şəklində doğranmış yaşıl biber qatırıq bura. Yaşıl biberi dondurucudan çıxarmışıq. Xırda doğranmış bir balaca şirin qırmızı biber. Yarım dəstə xırda doğranmış göy soğan və dəstənin 1/3 qədər xırda doğranmış şüd və cəfəri. 80 qram sürkəcdən keçirilmiş pendir, yarısı çadar pendiridir, yarısı da Holland pendiri. Bunu ağ pendirlə də əvəz eləyə bilərsiniz. Tərəvəzli fətirləri bişirmək üçün tavaya çox azalcıq, təxminən 1 çay qaşığı günəbaxan yağı əlavə edib fırça ilə tavanın dibinə yayırıq. Tava qızdıqdan sonra hazırladığımız xəmirdən bir abgərdən yarım tavaya əlavə edib tavanın dibi boyu bərabər qalınlıqda yayırıq. Tavanın diametri 26 cm-dir. Tavanın qapağını örtürük, gözləyirik ki, fətir bişsin, üzəri bərkisin. Əgər üzəri bərkiyibsə, onda digər üzünə çeviririk. Gördüyünüz kimi fətirin üzəri bərkiyib, barmağımızla toxunanda gör ki, yapışmır barmağımıza. Çeviririk digər üzünə. Qazı da çox gür açmırıq. Az açırıq ki, həm tərəvəzlər bişsin, xəmir bişsin və yanmasın. Fətirin digər üzü qızardıqdan sonra tavadan yığırıq. Digər fətirləri də eyni bu qaydada bişiririk. Hazırladığımız xəmirdən 3 iri tərəvəzli fətir alındı. İnanın, o qədər ləzzətlidir ki, içərisində tərəvəzlər xəmirlə çox möhtəşəm bir daddır. Elə bir pizzadır, tez bazar pizza. Çox gözəldir, ləzzətlidir. Həm səhər süfrəsinə, şirin çayla, həm də belə soyuq qəlyanaltı kimi. Çox ləzzətlidir. Hazırlayın. Həm də ki, tərəvəzlidir, vitaminlidir. Əgər videonu bəyəndinizsə, like etməyi unutmayın. Şərhlərinizi gözləyəcəyəm. Süfrələriniz bol ruzulu, bərəkətli, canınız sağ olsun. Nuş olsun. Hələlik.